Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Kamillik vətəndaşların hüququ maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi virtual məkanda etno-mədəni sabitlik və təxribatların qarşısının alınması təşəbbüslərinə dəstək layihəsi çərçivəsində Multikultural Azərbaycan podkastına baxırsınız. Qonağımız jurnalist, şair və tərcüməçi Giya Pasxataşvilidir. Qax rayonunun Qax-Güclü kəndinin alanda olan Giya Pasxataşvili Azərbaycan, Gürcüstan, Rusiya Jurnalistlər Yazıçılar Birliyinin üzvüdür. Onun haqqında Fosfor Adam, Ağ Adam və Givi kimi filmlər çəkilib. Özü də 2 bədi filmdə baş rolda oynayıb. Mən isə Giya Pasxataşvilini Azərbaycanın ən multikultural adamı hesab edirəm. Xoş gəlmisiniz. Xoş gəldiniz. Mən təqdimatda qeyd elədim ki, siz Qax-Gürcü kəndinin anadan olmusunuz. Gürcü milli kimliyi etibarilə gürcüsünüz. Özünüzü Azərbaycan multikultural mühitinin bir parçası kimi necə xarakterizə edərdiniz? Bilirsiniz, əslində Azərbaycanda multikultural ənənələr ta qədimdən mövcud idi. Yəni adı indi qoyublar da təzə. Yəni Azərbaycanda hansı millətləri fərqləndirmək, kiməsə aşağıdan yuxarıya baxmaq məsələləri yox idi, üzlənərək ermənilərdən savayı. Ona görə də çox rahat. Yəni, əsas odur ki, mən həmişə hər bir adama deyirəm ki, sən Azərbaycanda yaşayırsansa, Azərbaycan dilini bilmək sənin mənəvi borcundur. Çünki sən Azərbaycan, belə lor dildə desə, çörəyini yeyirsənsə, Azərbaycan gül kimi havasını uydursansa, sən Azərbaycana xidmət eləməlisən. Hələ öz sahəsində ki, Azərbaycan bütün dünyadakı çəkmələrə baxmayaraq ziyalıları sayəsində həmişə üzdə olsun, öndə olsun. Çünki Azərbaycan bütün potensialı ilə xoşbəxt olmağa layiq bir məmləkətdir. Və o məmləkətdə mən özümü suda balıq kimi istəyirəm. Təşəkkür edirəm. Azərbaycanda yaşayan Gürcü icmasının tarixini, dünənini, bugününü necə xarakterizə edərdiniz? Yəni, bu icmanın cəmiyyətə töhfələri nələrdən ibarətdir? Məsələn, fərd olaraq Giya Pasxataşvilinin töhfələri kifayət qədərdir. Tərcümələriniz, əsərləriniz, çəkildiyiniz filmlər və sizin haqqınızda çəkilən filmlər. Ümumiyyətlə, icmanın, belə deyək də, töhfələri nədən ibarətdir? Təbii ki, icma formalaşana qədər bəzi ələxüsusda 90-cı illərdə biraz elə bir zaman idi ki, o yandan Talış Muğan Respublikası yaratmaq cəhdləri, bu yandan təbii ki, həmin ərəfədə bəzi egoistlər, ümumiyyətlə biz gürcülər egoistdik. Bəzi egoistlər istəyirdilər ki, bu araya nifaq salsınlar. Hətta təsəvvür edin ki, belə kilsə səviyyəsində də bunu eləmək istəyirdilər. Qaxa missionerlər, zatlar göndərirdilər. Və günlər bir gündə Qaxın icra başçısı, mən onda Bakıda idim, təcili zəng gəldi ki, Givi, sən gəlməsən, Gürcülər buranı dağıdacaqlar, onlar ancaq sənə qulaq asırlar. Mən də gəldim, çıxdım, şeyi də yerində oturtdum keşişi və dedim ki, sən Gürcüstan kilsə tərəfindən göndərilmiş adamsan, sən bugün buradasan, sabah yox. Amma Gürcülər həmişə burada yaşayacaq. Bəli, Azərbaycanda yaşayacaq. Yaşayacaqlar və o birgə yaşayış qaydalarına riayət eləmək hamının borcudur. Nəysə belə oldu, mitingdəki o Gürcülərdə də həm mənə hörmət, həm reallığı onlara dərk elətdirəndən sonra belə bir negativ halının qabağını aldıq o vaxtı. Ondan da sonra zaman 93-cü ildən sonra Heydər Əliyev hakimiyyətə gələndən sonra təbii ki, onun dəmir nizam-intizamı, onun çevik siyasəti hər şeyi yerinə qoydu və hamı anladı ki, vətəni seçmirlər. Nə qonşunu seçmirlər, nə vətəni. Sən burada yaşayırsansa, sən onun bütün qanunlarına, onun bütün adət ənənələrinə riayət eləməlisən.
Siz Azərbaycanın multikulturalizm modeli digər ölkələrdən hansı xüsusiyyətləri ilə fərqlənir? Məsələn, siz yazıçısınız, tərcümələr eləyirsiniz, yazırsınız, tədbirlərdə iştirak edirsiniz və bu fərqləri nədə görürsünüz? Ümumiyyətlə, multikultural model deyəndə bizdə, Azərbaycanda, yəni biz indi onu nəzəri cəhətdən deyirik model falan, amma Azərbaycan tarixən elə qurulub ki, onun modelə ehtiyacı olmayıb. Yəni, cəmaat istəyir, gözlər olmasın, tatlar olsun, tarixlər olsun, ləzzilər olsun. Onlar o qədər qaynayıb, qarışıb, o qədər bu adətləri mənimsəyiblər ki, özlərini əsla yad hiss eləmirlər. Onlar üçün bu multikultural model təkcə onu diktə eləyir ki, onlar özlərinin ifadə eləmək hüquqları var. Məsələn, özünüz də yəqin bilirsiniz ki, Qaxta Gürcü dilində məktəblər də var. Bəli. Şəlalə qəzetinin bir üzü Gürcü dilində çıxır. Məsələn, Gürcülərin və yaxud tarixçilərin kitab çapının qadağası yox, bir şey yox. Yəni, bunlar hamısı bir şeyi təsdiqləyir ki, millətlər arası fərqlər burada mövcud deyil. Yəni, Azərbaycan elə bir unikal dövlətdir ki, o bütün dünyaya nümunə olunası dövlətdir. Yəni, belə olmasaydı Ağarunov gelib milli qəhrəman olmazdı ki. Yəni, və digərləri neçə özümüz də bilirik ki, elə Azərbaycanın generalların bir 80% ləzgilərdir, məsələn. Yəni, ona görə də, yəni onlara əgər o vəzifəyə çatırlarsa, o vəzifəyə çatmanın özü həmin o dəyərlərə qiymət verilməyin real təzahürüdür. Yəni, burada adi normadır. İndi o xaricdə, məsələn, nə olsun ki, tutaq ki, ən böyük belə dövlət ABŞ-dır ki, orada ümumiyyətlə multikultural dəyərlər yoxdur. Baxmayaraq ki, müxtəlif millətlərin nümayəndələri yaşayır, mədəniyyətlər qarışır. Amma bir də görürsən ki, gün ortan bir vaxtı birinə güllə atdılar, birini yandırdılar və yaxud hansısa kilsədə keşin şəklini çəkdilər ya İslamı təhqir elədilər. Yəni, bunlarda ancaq belə də yaşayış heyvani yaşayış səviyyəsindədir, insani səviyyədə deyil. Onlar Amerikaya qazanmaq üçün gəlirlər. Amma bizim ən böyük qazancımız elə belə rahat yaşamağımızdır. Azərbaycanlıların digər xalqlarının sevgisini qazanmağımızdır. Yəni, bu şeylər təbii ki, qərbdən bizi çox fərqləndirir. Ümumiyyətlə, Azərbaycan, mən bir dəfə bir müsabiqədə demişəm, Azərbaycan həddən artıq qonaqpərvərli xalqdır. O qonaqpərvərlik hərdən onun başına oynayacaq. Məsələn, mənim timsalımda. Torpaq da verdilər, Qarabağda ona yer də ayırdılar, elədilər. Axırda nə oldu? İndi düzdür, çalışırıq müəyyən vasitələrlə həmin o əlaqələri bərpa eləyək, amma artıq qatar gedib. Yəni, digər xalqlar yaşayacaqsa, bunlarla yaşamaq həmişə çətin olacaq. Çətin olacaq, haqlısınız. Giya müəllim, siz uzun illər jurnalistika və ədəbiyyat sahəsində fəaliyyət göstərmişsiniz, indi də fəaliyyət göstərirsiniz. Media və ədəbiyyat multikultural dəyərlərin təbliğində hansı rol oynayır? Şübhəsiz ki, medianın rolu, ümumiyyətlə bütün sahələrdə rolu böyükdür, danılmazdır. Ələxüsusda indiki müstəqil media, elektron media olandan sonra o daha rahat olub. Çünki bir var ki, Sovet vaxtı bir kanal vardı, yəni dövlət televiziyası. İndi özəl kanallar var. Adamı özünü ifadə eləmək şansı daha da çoxalıb. İndi düzdür, tək bizim şansımız çoxalmayıb, təxribatçıların da şansı çoxalıb. Ona görə də biz öz şansımızdan təxribatçıların şansını əlinə almaq üçün istifadə eləməliyik. Yəni, biz elə eləməliyik ki, biz Azərbaycanın halal çörəyini
hər günkü xidmətimizlə sübut eləməliyik ki, biz buna layiqik. Ümumiyyətlə, Azərbaycanın hər bir vətəndaşı dərk etməlidir ki, nə yaxşı ki, o belə bir gözəl məmləkətdə yaşayır. Nə yaxşı ki, bu məmləkətin havasını vurdur. Nə yaxşı ki, onun qonşusu Azərbaycanlıdır. Sabah gecənin bir aləmində məsələn, mənim 2009-cu ildə qəfildən ürəyim tutdu. Mənim Azərbaycanlı rəssam vardı, məşhur rəssamdır, Seyran Allahverdi. Gəldi məni, məsələn, vaxtında aparmasaydı, mən artıq sizin yanınızda olmayacaqdım. Və bizim Milli Məclisin deputatı Qəniyə Paşayeva, məsələn, həkimə vaxtında müraciət eləməsəydi, mənə əməliyyata götürməyəcəklər. Çünki hər yerdə növbətçilik prinsipi var filan. Sadəcə olaraq, belə, ümumiyyətlə, o yaxşılığı özün yaxşılıq eləməklə qazanmalısan. Təbii. Mən eləmişəm, eləyiblər, çox sağ olsunlar. Və bu multikultural məsələlərlə bağlı insanlardır, Yadigar Məmmədlidir, Yevdayevdir, Taki Xatə Fərəcin özüdür. Onlarla münasibət qurmağımız bizim həyatımızı xeyli yüngülləşdirir. Bax, biraz əvvəl təxribatlardan danışdıq ki, bütün media resursları var, daha çoxdur, sosial şəbəkələr var. Onlar bizə şərait yaratmaqla yanaşı təxribatçıların da əl qolunu açır. Son illərdə sosial şəbəkələrdə bax, bu dezinformasiya xarakterli, Azərbaycandakı etnik mühiti, sabit etnik mühiti pozmaq üçün bəzi informasiyalar, cəhdlər var. Bax, elə bu günlərdə Ağaranovla bağlı yayılan informasiyaları yəqin ki, siz də görmüşsünüz, siz də oxumusunuz. Bax, bu təxribatların qarşısını almaq üçün Azərbaycanda yaşayan milli azlıqlar, azsaylı xalqlar, etnik qruplar, Gürcüsü olsun, İngiloy olsun, Tatu olsun, Ləzgisi olsun. Əlbəttə ki, onlar birləşib, onlar əvvəla birinci, ən nəzəri şey odur ki, birləşib azsaylı xalqlar adından bir müraciət ünvanlamalıdırlar. Ki, qardaş, sizin təxribatınız bizim həyatımızı korlayır. Bizim yaşayışımızı heçə indirir. Bizim illərlə qazandığımız mənəvi səviyyətimizi əlindən alır. Bu təxribatlar hələ heç kimə heç vaxt fayda verməyib və verməyəcək. Ona görə də bu istiqamətdə müraciətdən tutmuş, lap yeri gələndə hansısa strukturların, lap səfirliklərin qabağında miting də eləmək lazımdır ki, qardaş, əl çəkin, biz rahat yaşamaq istəyirik. Biz siz deyən təbliğatlara uymayacağıq. Çünki göz gördüyünü çağırır, aşıq gördüyünü çalar. Ona görə də bu təxribatların nəticəsi olmayacaq. İndi onlar nə qədər istəyir zurnanı çalsınlar, deyir, eşər anqıra tarını tapar. İndi onlar özləri bilər, əsas odur ki, biz möhkəm olmalıyıq, biz vicdanımızı ləkələməyə qoymamalıyıq. Tərcüməçi kimi müxtəlif xalqların ədəbiyyatı ilə işləyirsiniz. Ədəbiyyat xalqlar arasında körpü rolunu oynaya bilirmi? Təbii ki, tərcümələr ən yaxşı körpüdür, ən sarsılmaz körpüdür. Sadəcə olaraq burada bir şey var ki, tərcüməçi ümumiyyətlə tək dili bilməməlidir. O, məsələn, mən Azərbaycan dilini bilməklə yaxşı tərcümə edə bilməzdim. Çünki mən Azərbaycan həm adətini bilməliyəm, onun etnogenesini bilməliyəm, onun sinonimlərini, amonimlərini bilməliyəm. Yəni, dili elə incə bilməlisən ki, onu sən çatdıra bilərsən. Ən qəribəsi də budur ki, mənim tərcümələrim başqa respublikalarda mükafat alıb, amma burada hələ ki, ala bilmir. Mən də onu eşitmişəm. Sizin bir çox tərcümələriniz, məsələn, Ruscaya tərcümələriniz daha çox. Rusiyada bir neçə dəfə mükafatlara nail. Mükafatlar almışam Rusiyada, hətta təsəvvür edin ki, gözləmədiyim halda Norvegiyada da olub. Norveçdə. Norveçdə. Yəni, belə şeylər olur. İndi biz əvvəla insan təmənnənlə iş görürsə, görməsə yaxşıdır. Yəni, mən mükafat üçün istəməyəm. Sadəcə diqqət. İndi diqqət yoxdur, özləri bilər. Mən başımı aşağı salıb öz işimi görürəm.
Məsələn, indi qəribə təsadüfə baxın ki, 65 yaşım var, 65 kitab, tərcümə kitabı. Tərcümə kitabı çıxır. Həmişə deyən ki, belə çıxır ki, Mövlana bətindən tərcümə edir. Tərcümə eləmişsiniz. Maraqlıdır, çox maraqlıdır. Qax Gürcü kəndinə gedirsinizmi? Əlbəttə ki, vətənimdir, gedirəm, dəyirəm, qohumlarım oradadır, hamımız. Yaxşıdır hər şey. Bax, oradakı sosial mədəni inkişafı, Gürcülərin sosial mədəni inkişafını necə xarakterizə edərdiniz? Orada təsəvvür edin ki, indi Qaxın özündə mədəniyyət mərkəzinin olmağı təbiidir. Amma təsəvvür edin ki, Qax Gürcü kəndində də mədəniyyət mərkəzi varsa, o mərkəzin mövcudluğu özü elə reallığın güzgüsüdür. Göstərir ki, Qaxdakı Gürcülərə münasibət olduqca gözəldir. Məsələn, Pasxa bayramlarında bütün millətlər yığılır orada. Gedirlər o kilsəyə, orada ibadət edirlər, bircə otururlar, yeyib içirlər, zarafatlaşırlar. Ayinləri yerinə yetirirlər. Bəli, ayinlərini yerinə yetirirlər. Hətta idman yarışları keçirirlər. Və orada adam özünü elə rahat hiss edir, elə bilirsən ki, belə Londondirsə, elə bilirsən ki, İsveçrədəsən. Çünki elə həm təbiət özü gözəldir, həm münasibət gözəldir. Bu gözəlliklər hər şeyi gözəlləşdirir. Ənənələr necə, adətlər necə? Məsələn, deyək ki, siz illər əvvəl olan ənənələri Gürcülər Qaxıngiloyda, Əliyabadda yaşada bilirlər mi? Əlbəttə ki. Əvvəla heç bir qoruq qadağa yoxdur. Üstəgəl də bilirsiniz, hər insan öz köklərinə bağlı olmalıdır. Və o köklərin sarsılmazlığını bu dövlət təmin edir. Sənin üçün şərait yaradır, sənin üçün, məsələn, əkin sahəsi verirsən, üzüm yetişdir, özün istədiyin çaxırı əldə elə. Yəni, sənin milli kimliyini, məsələn, indi Gürcülərdir təbii ki, donuz saxlayırlar, filan edirlər. Yəni, heç bir problem yoxdur. Yəni, sərbəst şəkildə həm təsərrüfatları ilə məşğuldurlar, həm sosial mədəni inkişafları ilə nail olurlar, adət-ənənələri yaşadırlar, dili yaşadırlar. Biz biraz əvvəl dedik ki, Gürcü dilində məktəblər var və mən xatırlayıram, Gürcüstanın prezidenti də o zaman Salam Özrəbaşvili gəlmişdi orada. O da sonuncu dəfə Gürcü prezidenti kimi insanların yaşayışı ilə maraqlandırdı və o zaman Gürcü mətbuatının da yazdığı kimi, sizin də dediyiniz kimi, Qax Gürcüdə, Əliyabadda və digər Gürcülərin yaşadığı, kompakt yaşadığı kəndlərdə, yəni Gürcülərlə bağlı biz heç bir problem yaşamırıq. Təbii ki, ola da bilmir. Sizin haqqınızda Fosfor Adam, Ağ Adam, Givi kimi filmlər çəkilir. Bu filmlərin deyəsən ikisində siz yoxsa birində başrol oynayırsınız? Mən 2 dənə filmdə başrolda getmişəm. Biri Fosfor Adamdır, biri də Özünə Qayıdan Adam. Belə bir məzmunu budur ki, bir Fosfor Adam, yəni Ağ Adam bir mühitə düşür, onu çalışırlar məhv eləsinlər. Yəni, axı biz, məsələn, mən öz payıma deyirəm ki, məsələn, günün altında yaxşı görmürəm. Məsələn, mən gün olanda qara eynək və yanımda adam olmasa gəzə bilmirəm. Yəni, bizdə o filmlərdə də onlara qeyd eləmişəm ki, o fosfor ki, birbaşa pigment yoxdur deyə, birbaşa daxil olur orqanizmə, onu yandırır. Məsələn, görürsünüz də, bu hamısı fosfordur. Harada sümük var, orada çıxır, yanır, qalır. Yəni, qanamır, görürsünüz, elə nöqtə kimi. Nöqtə kimi qırmızı qalır. Belə nüanslar var, ona görə də yayda biraz problemdir günəşli havada gəzmək. Amma ümumi götürəndə yaşayırıq. Sizin haqqınızda Azərbaycan ədəbiyyatında Giya Paşxataşvilinin Yeri adlı bir kitab da çap olunub. Qəmbər Ağayev və Nizami Tağısoyun müəllifliyi ilə. Sizi bu kitabda xarakterizə edə biliblərmi? Mənim yaradıcılığımı çox yaxşı təhlil ediblər, həqiqətən də. Çünki hər ikisi də söz adamıdır. Məsələn, Nizami Tağısoy Slavyan Universitetində dekandır.
Qəmbər Ağayev də Azərbaycan televiziyasının veteranıdır, keçmiş jurnalistdir. Yəni yəqin nəsə cəlb eləyib məndə, oturub yazıblar, təhlil ediblər kitablarımı. Və sizin özünüzün son vaxtlar çıxan əsərlərinizdən biri də Doğum Şəhadətnaməsi. Doğum Şəhadətnaməsinin üz qabığında dünyanı almışsınız qoltuğunuzun altına. O həm də bir multikulturalizm sadəcə işarəsidir. Çünki multikulturalizmin loqoları hər zaman belə qlobuslarla, xəritələrlə təcəssüm olunur. Siz də sanki qopuz kimi almışsınız əlinizə, o qlobus kimi. Nə demək istəmişsiniz burada? Bunu əslində bu rəssam ideyasıdır. O mənim əsərlərimi oxuyub və günlərin bir günündə mənə dedi ki, gibi, ben belə şəkil göndərirəm, üz qabığına gəliyəcək. Həm illərdir bir-birimizi tanıyırıq. Ona görə də o da götürdü, çəkdi, mənə göndərdi, dedi, mən elə əsl möhür vurmuşam kitabı. Maraqlı üz qabığıdır və mən ona baxan kimi fikirləşdim ki, elə mən Giya Paskataşvilini multikultural adam hesab eləməyim təsadüfi deyil. Çünki bu həm də onun əsərlərinin üz qabığındakı fotolara da sirayət eləyib. Nə ilə məşğulsunuz indi konkret? İndi bu dəqiqə bir Rusiyada yaşayan Azərbaycanlı bir şair var, Əli Şəbəz. Özü yaxşıdır, jurnalist olub. Bəli. Onun daha doğrusu bir dənə möhtəşəm əsəri var onun, rənglərlə bağlı. Yəni, əvvəllər Rəsulzanın bir rənglər silsiləsi var idi. Siz onu tərcümə eləmişsiniz? Hə, o vaxtı. Amma indi bu Əli Şəbəzin rənglərlə bağlı xüsusi poemadır. O möhtəşəm poemadır. O mənə dedi ki, mən istəməyəm, çünki ruslar səthi tərcüməni eləyirlər, sonra qafiyələndirirlər, amma sən bizim bütün həm Azərbaycan dilini bildiyiniz üçün həm bilirsən, həm adətən mənaları daha çox. Hər rəmzləri də bilirsən, belə filan. Mən dedim ki, məmnuniyyətlə. İndi artıq yekunlaşdırıram, Allah qoysa, onun da 70 illiyi gəlir, ona mənim hədiyyəm olacaq. İnşallah. Azərbaycan dili ilə bağlı, siz çox gözəl bilirsiniz Azərbaycan dilini və hətta bəzən, bax, sizlə bağlı, Azərbaycanda Bakı şəhəri Yəhudi dini icmasının rəhbəri Milik Yevdeyev də elə sizin kimi Azərbaycan dilini bilir. Və bəzən bizim o Azərbaycan dilini yaxşı bilməyən məmurlara, yazıçılara deyirlər ki, siz gedin Kiyevinin yanına ki, ondan Azərbaycan dilini öyrənin və yaxud da Milik Yevdayevin yanına gedin, ondan Azərbaycan dilini öyrənin. Yəni, özünüz təşəbbüs göstərmişsiniz, yoxsa? Bəli. Çünki mənim həm orta məktəbi Rusunda qutarmışam da, siz bilirsiniz, Sovet vaxtı. O güya nüfuzdur da Rusça, ağa millət idi. Ona görə də Rus dilində həm orta məktəbi, həm ali məktəbi qutardım. Mən 3 aya öyrəndim Azərbaycan dilini. Özdə bayatlılarla öyrəndim. Yəni, kökündən başladım öyrənməyə. O qədər yaxşı öyrəndim ki, axırda özüm də bir neçə bayatı yazmışdım. Məsələn, belə bir bayatı var ki, burası Qax gürcüdür, qızları ay bürcüdür, burada qonağa hörmət ta qədimdən güclüdür. Məsələn, görürsünüz. Bu bayatlarla həm də paralel dili öyrəndiniz. Belə öyrəndim və 81-ci ildə ilk tərcümə elədiyim kitab Əl-Kərimin kitabı oldu. Onun da elə 50 illiyi idi 81-ci ildə aktyorlar evində. Elə Bəxtiyar Vahabzadə göstərdim, dedi, 20 yaşım var, sən ustad tərcüməçisən artıq. Bəxtiyar Vahabzadə. Halbuki birinci kitabım idi, özdə 20 yaşım vardı. Təbii ki, belə şeylər adama qol-qanad verir. Əlbəttə. O mükafatdansa belə şeylər, yəni praktiki qiymətləndirmə adamı həvəsləndirir. Ondan sonra da başladım, dalı gəldim, qəşəng və bir də gördüm ki, 65 kitab tərcümə eləmişəm. Maşallah. Və mən sizə yeni uğurlar arzu edirəm. Gürcüstan Yazıçılar Birliyinin də üzvüsünüz, Rusiya Yazıçılar Birliyinin üzvüsünüz. Gürcüstana gedib gəlirsiniz mi? Əlbəttə ki, gedirəm. Özdə Allah qoysa sentyabrda oranın prezidenti səviyyəsində
65 ilimi qeyd edəcəksiniz. Edəcəklər. Yəni yəni verilən məlumatlara görə indi Azərbaycan verməsə də Gürcüstan deyəsən xalqlar dostu o ordeni vermək istəyir. İnşallah Azərbaycan da belə hələ vaxta var və düşünürük ki, elə bizim bir müsahibəmiz də bir vəsilə olar ki, siz diqqətdən kənarda qalmazsınız. Mənim sözlərimə 3 dənə mahnı yazılıb. Yəni sonra mənim gözdən əlillər üçün dünyada analoq olmayan himnim var. Aha, maraqlıdır. Onun haqqında biraz danışın. Necə ərsiyə gəldi? Necə yazdınız onu? Deməli, həmin bu Qəmbər Ağayevin oğlu İqbal Ağayev Bakı Dövlət Universitetinin tarix müəllimidir. Həm də gözəl bəstəkardır. Yəni, vaxtilə Flora Kərimova, Yalçın Zazadə ilə işləyən bir adam. Onun əlinə mənim kitabım keçər. Günlərin bir gündə mənə dedi ki, sənin sözlərinə 3 dənə mahnı yazmışam. Mən də dedim, yəni mahnıya yatımlıdır, deyir, hələ çox yazmaq olar. Sadəcə olaraq bəstəkarlar xəbəri yoxdur səndən. Belə həm gözdən əlillər üçün zülməti dələn işıq himni yarandı. Sonra elə oldu ki, o Azərbaycanca yaranandan sonra onu tərcüməçi var, ingilis dilindən yaxşı tərcümələr edir, Sevil Gültən. Tanıyıram Sevil xanım. O da götürdü, onu ingilis dilinə tərcümə elədi. Sonra mənə də dedilər ki, sən onu bunu rusca tərcümə edirsən, çünki himn Azərbaycanca gəlmişdi deyə. Mənə dedilər ki, öyle özüm tərcümə elədim, sən rusca tərcümə elədim. Nəticədə həm Azərbaycancadır, həm ruscadır, həm ingiliscə. Yəni himni 3 dildə siz tərcümə edib səsləndirildi. Səsləndirilib. Birinci səsləndirmə Azərbaycan Dövlət Televiziyasının xoru ilə, yəni Dövlət Televiziyasında getdi. Düzdür, indiyə qədər mən həm çalışıram ki, onu klipləşdirsinlər. Çünki klip ən yaxşı reklamdır. Üstəgəl də dünyada gözdən əlillər, ümumiyyətlə dünya gözdən əlillər cəmiyyətinin analog olmayan bir himndir. Çünki mənə ingilislər dedilər ki, gəl biz onu dünya himni kimi klipləşdirək. Dünya gözdən əlillərinin klipi kimi. Bəli. Mən dedim ki, qardaş, mən Azərbaycanlıyam. Azərbaycanda klip çıxmamış, başqa yerdə istəmirəm. Qoy birinci burada olsun. Mən Azərbaycanlıyam dediniz. Ümumiyyətlə, sizdən soruşanda elə ətrafınız və yaxud da sizi tanıyanlar, tanımayanlar, mən Gürcüyəm deyirsiniz, mən Azərbaycanlıyam deyirsiniz. Bilirsiniz nətədir? Onun başqa bir variantını mənə sual vermişlər. Dedilər ki, kimi deyirsən, yuxuları Azərbaycanca görürsən, yoxsa Gürcü deyirlər. Yuxuları. Mən deyirəm ki, çox qəribədir ki, mən məsələn qaxda olanda həqiqətən elə deyir, yuxuları Gürcü dilində görürəm. Amma Bakıda və yaxud mənim yoldaşım Şəkilidir. Orada olanda yuxuları Azərbaycan. Deməli, qax Gürcüdə, Gürcü dilində görürsünüz, Şəkidə, Bakıda isə Azərbaycan dilində görürsünüz. O da hansısa kosmik bir əlaqədir. Deməli, yaradıcılıqda necə? Məsələn, istəyirsiniz ki, bir şeir yazasınız və yaxud da ki, bir esse yazasınız. Onu Gürcücə düşünüb yazırsınız, Rusca düşünüb yazırsınız, yoxsa Azərbaycan dilində? Yox, biz nətədir? Əgər mən bunu planlaşdırıram ki, mən bunu Gürcü dilində tərcümə edəcəm də Gürcü dilində. Onda artıq o daxildəki gen çevirir onu Gürcü dilinə və sən başlayırsan, məsələn, mexaniki Gürcü dilinə tərcümə eləməyə. Və yaxud tutaq ki, mən həm də Rus poeziyasını Azərbaycan dilinə tərcümə eləmişəm də, Yesenin filan. Yəni, baxır ovqata və məqama. Və ovqatdan, məqamdan düşüncə yaranır. Hansı dildə yazacaqsınız, düşünəcəksiniz. Çünki niyə görə soruşdum bunu? Həm Rus, həm Gürcü, həm Azərbaycan mədəniyyəti, adət-ənənələrində fərqliliklər var. Siz bunu yaşamısınız. Həm üç mədəniyyəti yaşayan adamsınız, indi yaşayırsınız və daşıyan adamsınız. Təbii ki, ona görə deyirəm ki, bu yaradıcılığa necə sirayət edir? Çünki davamlı olaraq mənim bildiyimə görə
Bizim bir çox Azərbaycan yazısının şeirlərin tərcümə eləmisiniz, Əlbəttə ki. əsərlərin, esselerin tərcümə eləmisiniz və davamlı olaraq hər üç dildə işləyirsiniz. Həm Bəli. gürcü dilində, həm Azərbaycan Bəli. dilində, həm də rus dilində. Bəli. Və məndə belə bir qənaət formalaşdı ki, siz yazacağınız əsərə uyğun o dilin düşüncə tərzini düşüb fikirləşirsiniz. Bəli. Elə düz düşünürsünüz. Çünki əslində bu belə deyək də İlham pərisi hansı dildə gəlirsə o dildə. O dildə də yazmağa davam edirsiniz. Cihan müəllim, deməli mənim diqqətimi çəkən bu tərcümələrdə daha çox Elxan Xəzər adlı bir yazıçının Mübariz adlı kiçik poemasıdır ki, siz bunu Ruscaya, rus dilinə tərcümə eləmisiniz və bu tərcümə bütövlükdə literaturaya, qazetada çap olunur. Bu necə yarandı? Siz ona müraciət elədiniz, o sizə müraciət elədi. Ümumiyyətlə, literatura qazetənin təşəbbüsü oldu, yoxsa sizin təşəbbüsünüz oldu? Yox, onu demək belə oldu ki, mənə dedilər ki, o vaxtı bu mübariz rəhmətə gedəndən sonra ona çoxlu əsərlər yazılmışdı. Və mənə dedilər ki, çox adamı tərcümə eləmişsiniz və mübariz haqqında bir əsər tərcümə eləyin də. Mən dedim ki, indi bir şey yaranıb, axın. Bəli. Mübarizi tərifləmək, mübariz haqqında yazmaq, belə filan. Yaxşı əsər tapmaq çətin olacaq. Sonra mənə dedilər ki, ay gibi deyir, mübarizə dərs deyən adam hərbi akademiyada işləyir, adı da Elxan Xəzər. Yəni poemanın müəllifi. Yəni dedi ki, mən çox kitab gətirdilər. Mən dedim ki, qardaş, bunlar o moda xəttinə, dəb xəttinə olan şeylərdir. Mən istəyirəm ki, orada yaşantı olsun. Sonra getdim, mənə dedilər ki, belə bir Elxan Xəzər var, ona dərs də deyib, belə filan. Mən də getdim yanına, böyük məmnuniyyətlə məni qarşıladı və mənə əsəri verdi. Əsəri verdi və mən həmişə olduğu kimi sürpriz eləməyi xoşlayan adamam. Günlərin bir günündə bizim Moskvada, diasporada yaşayan bir xanım vardı. O bunu oxudu. Dedi ki, nə möhtəşəm tərcümədir. Birinci onu literaturla qazetada verdi, bütöv. Mən hələ tərcümə elədim ki, özdə o vaxtlar idi ki, biraz Rusiya həmişəki kimi Azərbaycana qısqanclıqla yanaşan bir dövlətdir. Dedim, nə əcəb bu poemanı bütöv veriblər. Sonra da qazetanın şöbə müdiri dedi ki, biz söhbət burada millətdən getmirik, söhbət tərcümənin sənətkarlığından gedir. Sən onu elə gözəl tərcümə eləmişsən və bizi inandırmırsan bunun qəhrəmanlığına, tərcümənlə. Biz onu hansısa parçasını yox, bütöv veririk. Yəni belə olandan sonra mənə müraciət edirlər ki, gəl bunu çap edək. Öyle bu ikinci nəşridir. Yəni bax belə. Bu da əslində indi bu Qarabağ mövzusunda mənim özümün də Givinin Qarabağnaməsi kitabımda var. Buradadır elə. Yəni mənim 88-ci ildən hərəkat başlayandan üzü 44 günlük müharibəyə qədər əhatə edən dövrü Qarabağ yazılan şeyləri götürüb Givinin Qarabağnaməsi adına kitab kimi çap eləmişəm. Azərbaycan dilində, rus dilində? Azərbaycan dilində. Maraqlıdır. Buradadır elə o kitabda burada. Yəni belə bu mövzular bəşəri mövzulardır. Çünki hələ ki müharibələr bitmir, şəhidlər də bitmir. Təbii ki, müharibə bitməyəndə, şəhidlər bitməyəndə onlara yazılan mövzu da bitmir. Çox təəssüf, amma biz inanırıq ki, sülh qalib gələcək. İnşallah. Giv, mən sizə uğurlar arzulayıram. Və ümid edirəm ki, mənim sizi bəzi dostlara da demişəm ki, mən o Giya Paskataşvilini, Givini Azərbaycanın multikultural adamı hesab edirəm. Çünki düşüncələrində, yanaşmalarında, birgə yaşayış qaydalarına əməl etmələrində və bunu təşviq
etməsində o sözün əsl mənasında Azərbaycanın multikultural adamı adına layiqdir. Və mən düşünürəm ki, sizin bu Azərbaycan sevginiz heç zaman tükənməyəcək, Təbii ki, bitməyəcək və Məndən bir yerdə öləcək. ölümdən danışmayaq inşallah. Və siz sözün əsl mənasında Azərbaycana, Azərbaycan ədəbiyyatına, poeziyasına və multikulturalizminə kifayət qədər gərəkli adamsınız. Var olun, çalışıram ki, markamı saxlayım. Mən sizə təşəkkür edirəm gəldiyiniz üçün. Var olun. Mən də sizə təşəkkür edirəm ki, bu qiymətli vaxtı, bu gözəl mövzuya həsr eləmişsiniz. Yəni, mən nə birinciyəm, nə axırıncıyam. Mən bilirəm ki, bu istiqamətdə işləriniz olduqca məhsuldar olacaq və bu sizin kanalınıza da, verilişinizə də hörmət gətirir. Təşəkkür edirəm. Əziz dostlar, siz Kamillik Vətəndaşların Hüquq Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi virtual məkanda etno sabitlik və təxribatların qarşısının alınması təşəbbüslərinə dəstək layihəsi çərçivəsində Multikultural Azərbaycan podkastına baxdınız. Qonağımız jurnalist, şair və tərcüməçi, bizim gürcü dostumuz, amma özünü daha çox Azərbaycanlı hesab eləyən Giya Paçxataşvili idi. Sağ olun, sağlıqla qalın.